Mən Əlcəzairdə yaşayarkən qış fəslində səbirli olmağa üstünlük verirdim. Çünki bilirdim, soyuq fevral günlərinin birində Konsullar vadisindəki badam ağacı çiçəkləyəcək. Həmişə də sonraki mənzərəyə heyrətlənirdim. Bu zərif, kiçicik ağbəniz örtük, yağışa və dənizdən əsən küləyə necə sinə gələ bilir? Və o, hər il tumurcuq dövründə dayanıqlı olmağı bacarırdı. Bu rəmz deyil. Rəmzlər bizi xoşbəxtliyə aparmır. Ona daha uyğun bir ad verməyinə dəyər. Mən təkcə onu demək istəyirəm ki, fəlakətlər bulğanında boğulan Avropada həyat yükünü daşımaq çətinləşəndə hər dəfə gücü hələ sona qədər xərclənməmiş günəşli ölkələri öz tuturam. Oraları kifayət qədər yaxşı tanıyıram. Bura seçilmiş torpaqdır. Burada düşüncə və cəsarət arasında bir tarazlıq var. Və onların nümunəsini analiz etməklə bir həqiqəti dərk edirəm. Əgər ruhu xilas etmək istəyirsənsə, öz məziyyətlərinin inildili ahvallarına diqqət kəsilməməlisən. Əksinə, öz gücündən və öz ləyaqətindən ruhlanmalısan. Bizim dünyamız öz fəlakət bulğanında boğulur. O, bütünlüklə Nietzsche'nin ümidsizlik adlandırdığı xəstəliyə boyun əyib. Gəlin dünyamızla həmrəy olmayaq. Ruha dəsmal götürüb ağlamaq səmrəsiz məşğuliyyətdir. Yetər ki, onun rifahı üçün çalışasın. Yine geçtim yanından boş binaları, kaçıram da alınca mən boş yolları. Akşam tez yatmışam, derslerim yarım, yollar uzanır, məktəbə gedirəm. Mən burada hamının qədrini bilirəm. Burada öyrənmişəm mən uşaqlığı, ən gözəl vaxtısan sən uşaqlığı. Divarında daşında xatirəm qalır, böyüdük deyəsən görüşmək lazımdır. Zaman gedir bizi də aparır. Bir sezgin olmasın bu koridorları, kaş ayrılmazdı yolu bu uşaqları. Bugün ağlamayacağım yanımda dostlarım, güzel şeylerin ahlı var bugün ahırıdır. 7 yıl keçib ayrılıq vaxtıdır.